Hər kəs salam uşaqlar. Mən Renault Tərsman yaxşıyam. Bu günlərimizə bilgidə Məhəmməd ilə Azərbaycan nömrə 1 ən qəşəng lava base elədik. İndi base isə biz base'i sizə göstərəcəyik. Gəlin başlayaq. Görürsünüz ki, belə silahlarımız var. Açdıq qapıyı. Burada gördüyünüz kimi 2 dənə ay kürkü, ortasına bir dənə alfa qur kürkü. Burada ildırım çubuqları, meşalelər və burada bir savunma xəttimiz. Və burada isə uşaqlar üçün, uşaqların yatmaları üçün yer var. Bura Mahmuddan Ayşə üçün. Bura Cafərlə Kazım üçün. Kazımda iyi yataq. Amma Cafərdə dev yataq. Gəlin indi göstərim sizə base'in qalanını. Burada ortaqdır. Gördüyünüz kimi burada xəritəmiz var. Burada xəritəyi belə elədik. Biraz qəribə görsən, nəysə. Burada kompasla günəş kadranı var. Burada bir sürü yemək var. Bura dəmirxanadır. Burada gördüyünüz kimi milyon nə dəmir var. Bu arada oradakılar çamaşır maşinəsidir. Burada 4 dənə uzaylı sandığımız var. Və ən önəmli yer də buradakı göstərəm və silah mərkəzimiz. Burada Yakut sandıqdan çıxan silah. Sənin nə işin var burada? Nəysə. Burada isə toplamda 5 ədəd cyborg, 2 ədəd Dragon. Burada admin flütlərimiz. Burada isə çoxlu kemik var. Burada da laviumdan çıxan əşyalar. 1, 2, 3, 4. 4 ədəd lava qılıcı. Yuxarıda bir daha var. 5 dənə lava qılıcı. Sayısını bilmədiyim qədər də arbalet. Nəysə, burayı göstərdim. İndi isə Mahmud iyi də, nəysə. Burası isə base'imizin o bir tərəfidir. Gördüyünüz kimi. Saldırı olub. Xəritə gördüyünüz kimi belədir. Gördüyünüz kimi bir sürü dəmirimiz var. Məhəmməd indi orada otaq eləyir. Görüşərik uşaqlar. Bay bay. Bu gün Azərbaycanın ən qəşəng base'ini gördünüz. Görüşərik uşaqlar. Bay bay. Bu arada bir brand çal gələcək. Bir brand çal eventi çəkəcəm. İzləmədə qalın. Bəşləmədə.